Xüsusi şəbəkələrdə 500-700 manata donorluq təklifləri. Sual qoyulur ki, hansı fəsadlar olar? Yəni bu donorlar təkliflər olunur da, görək nə təkliflər olunur. Folikul donoru olaraq 500-700 manat əldə edə bilərsiniz. Folikul. Ölkə.az xəbər Xəzər TV istinada məlumat verir ki, sosial şəbəkələrdə yüzlərlə bu cür elana rast gəlmək olar. Instagram və TikTok platformasında Folikul donorluğu adlı onlarla səhifə mövcuddur. İddialara görə 500-700 manat müqabilində qadınlardan toplanan folikullar yüksək məbləğ qarşılığında övladı olmayan şəxslərə satılır. Yəni insanın genetik materialı sözün əsl mənasında bazar malına çevrilir. Hətta bəzi mama ginekoloqların bu prosesdə vasitəçi və ya bilavasitə iştirakçı olması iddiaları da var. Burada deyir ki, filan həkim şir ürəyi yiyib, pələng ürəyi yiyib. Edirlər də, hər şey edirlər. Bax, nələr baş vermir səhiyyəmizdə. İnsanlar əməliyyat olunur, nəticəsi göz qabağındadır, ölümlər olur, nə bilim, şikəst olurlar, üzləri, dodaqları, qaşları, hansı vəziyyətləri düşür. Yəni, bunlar hamısı da fəsadlardır, həkimlərin etdiyi fəsadlar. Yəni, müalicə edir, müalicədən sonra fəsadlar yaranır. Həkim genetik Zakir Bayramov bildirib ki, tibbi etikaya və insan hüquqlarına zidd olan bu halların nəzarətsiz qalması gələcəkdə daha böyük fəsadlara yol aça bilirlər. Təbii ki, bunlar nəzarətdə olmalıdır. Təbii ki, bunu kim saxlamalıdır nəzarətdə? Səhiyyə, bizim Səhiyyə Nazirliyimiz.